Yeni ildə insanlar bir-birinə niyə hədiyyə verir? Yeni ildə insanların bir-birinə hədiyyə verməsi təsadüfi bir vərdiş deyil. Bu, qədim bir ənənədir. Deməli, qədim dövrlərdə insanlar ilin dəyişdiyi vaxtlarda bir-birinə məhsul, yemək, yaxud da ki, əl işi əşyalar hazırlayıb verirdilər. Bunun əsas məqsədi bolluq, bərəkət və yeni ildə əşyaları yeniləmək idi. Zaman keçdikcə isə bu ənənə müasirləşsə də, bu gün də davam edir. Hədiyyə vermək insan beynində xoşbəxtlik hormonlarını da artırır. Maraqlıdır ki, hədiyyə verən insan çox vaxt hədiyyə alan şəxsə nəzərən daha çox sevinir. Yəni, insanlar yeni ildə hədiyyə verərkən təkcə qarşı tərəfi yox, özlərini də psixoloji olaraq yaxşı hiss edirlər. Nəticə olaraq yeni ildə hədiyyə vermək sadəcə bir adət deyil. Bu davranış insanın dəyərli olduğunu hiss etdirmək, münasibətləri möhkəmləndirmək, yeni başlanğıcı paylaşmaq və psixoloji olaraq özünü daha yaxşı hiss etmək ehtiyacından yaranır. Sevdiklərinizə yeni ildə nə alacağınızı düşünürsünüzsə, İvraşenin yeni il hədiyyə setlərinə baxa bilərsiniz. Təbii qulluq vasitələrini sevən yaxınlarınız üçün bu markanın bir-birindən fərqli hədiyyə setləri var. Həm görünüşü, həm də ki, keyfiyyəti ilə çox bəyənəcəyiniz bu cür hədiyyə setlərini İvraşe mağazalarından və İvraşe az saytından əldə edə bilərsiniz.